Salamlar, hədəf kursları 2026-cı il müəllim qəbulu riyazi fənninə baxırıq. Demək, birinci sualda deyir ki, əmsallar cəmi A-dır, binomial əmsalların cəmi B-dir. Belə bir binom verib. Deməli, əmsallar cəmini tapmaq üçün dəyişənlərin yerinə 1 yazmalıyıq. Yəni, dəyişənlərin yerinə 1 yazsaq, 8 üstü 7 olur. Əmsallar cəmi 8 üstü 7. Bunu biraz sadələşdirsək, 2 üstü 3 üstündə 7 bərabərdir 2 üstündə 21. Əmsallar cəmi 2 üstü 21. Binomial əmsalların cəmi isə 2 üstü n düsturundan tapılırdı. N 7-dirsə 2 üstü 7 olaraq tapılsa, yəni 128. Və AB hasilini soruşur. 2 üstü 21-də 2 üstü 21-i 2 üstü 7-yə vursaq, 2 üstü 28 alınacaq, qüvvətlər toplanacaq. Cavab C. İkinci sual loqaritmdir. Demək, A və B verilib. Bizdən bu C ifadəsi soruşulur. C ifadəsini belə ifadə edə bilərik. Loqaritm 2-dən 5 toplansın loqaritm 2-dən 7. Bunları tərs çevirsən 1 loqaritm 5-dən 2 toplansın 1 böl loqaritm 7-dən 2 ola bilər. 5-dən 2 və 7-dən 2 əlimizdə varsa 1 böl A toplansın 1 böl B. Ya da ortaq məxəz taparıq, ehtiyac yoxdur. Cavab A variantı olacaq. Növbəti sual soruşur ki, ədədlərdən A ədədinin natural bölənlərindən neçəsi 3-ə bölünür? 3-ə bölən natural bölənlərin sayını tapmaq üçün gərək 3 vurğunun birini nəzərə almayaq. Yəni 2 üstü 4 vurulsun, 3 üstü 4 vurulsun, 5 üstü kimi, 5 üstü 2 kimi baxaq ədədə. Və bunun üçün natural bölənlərin sayı tapaq. Qüvvətləri bir vahid artır və hasil tap. 5 vur, 5 vur, 3. 25 3-ə vur, 75 olacaq. Demək, taktik nə imiş? Hansı ədədə bölünən natural bölənlər axtarılırsa, o vuruqdan bir dənəsi nəzərə alınmır, sayılmır. Geri qalan yerdə yazılır və qüvvətlər bir vahid artırılıb, hasil tapılır. Cavab E variantı. Demək, nəmlik məsələsi yeni biçilmiş otun nəmliyi 80, qurudulmuş otun nəmliyi 10%-dir. Demək, 180 ton ot biçilir. Demək, 180 ton ot biçilir. Bunun 80% nəmliyi, demək, nəmliyi 80%-dir. Demək, bunun 80%-i su olmalıdır. 80%-i su. Qalan 20%-i isə quru olmalıdır, yəni ot. Elə bil ki, su və ot kimi düşünək. Su və otun cəmi ümumi biçilmiş otu verir bizə. Elə düşünək. 80% su, 20% ot olmalıdır. Bunun 20%-i eləyir 36. Qalan su hissəsi 144 olur. Deyir, bu qurudulduqdan sonra nə qədər qurudulmuş ot alarıq? Demək, bu qurudulduqdan sonra x qədər olsun. İndi yeni biçilmiş ot bir qədər qurudulduqdan sonra bilirik ki, içindəki quru hissəsi dəyişməyəcək. Yəni, ot hissəsi yenə 36 qalacaq. Bu 144-dən azalmalar olmuş olacaq. Quru hissəsi olur 36. Ot hissəsi 36. Və buradan baxırıq ki, quru otun nəmliyi 10% deyir axı. Quru otun nəmliyi 10%-dirsə, yəni bunun su hissəsi 10%-dirsə, demək, quru hissəsi də 90% olmalıdır. Və burada mavi rəngə fikir verib, burada bir düstur almış olacaq, yəni bir tənlik almış olacaq daha doğrusu. Yəni x-in 90%-i, yəni x vurulsun %90 bərabər olmalıdır 36-ya. Və buradan da x-in 40 olduğunu tapa bilərik. Cavab B variantı. Ədədlərdən hansı irrasionaldır? Təbii ki, kökdən çıxa bilən irrasionaldır, kökdən çıxa bilməyən. Kökdən çıxa bilir, cavab 25 rasionaldır. Kökdən çıxa bilir, cavab 3 rasionaldır. Kökdən çıxır 8. 4 dərəcədən kökdən çıxır, cavab 5 eləyir. Amma kökdə 27, 3 kökdə 3-ə bərabər olur. Ədəd tam kökdən çıxa bilmir. Ona görə irrasional qalır. Ona görə də cavab 2 qat rəngləyək. Cavab D variantı. Növbəti sualda çox hədlinin sərbəst hədd ilə dərəcəsinin cəmi istənilir. Əvvəlcə sərbəst hədd nədir, ona baxaq. Burada sərbəst hədd 2-dir, qüvvət yoxdur. Burada sərbəst hədd 1-dir, qüvvət 70-dir. Arada vurma varsa 2 vurulsun, 1 üstü 70. Bunun cavab edir 2. Demək, sərbəst hədd 2-dir. Kənarda yazaq qalsın. Dərəcənin cəmi, dərəcəyə də baxaq. Dərəcə isə baxırıq ki, birinci mötərizədə dərəcə 3-dür. İkinci mötərizədə dərəcə 4-dür.
Amma ikinci mötərizənin üstündə bir 70 də yazılıb qüvvətində. Deməli, iki qüvvət üst-üstə olanda onlar bir-birinə vurulur. Yəni 4 70-ə vurulmalıdır. Arada vurma işarəsi görürüksə, dərəcələr orada toplanmalıdır. Birinci mötərizənin dərəcəsi də 3 idi. Bunlar da toplananda edir nə? 273. 273. Demək, dərəcə 273-dür. Sərbəst həddi 2 tapmışdıq. Bunların cəmi 275 olacaq. Hesabımı səhv eləmədiksə. Hə, eləmiş hesabım səhv. 470-ə vuranda 280 edir. 283. 283-ün də üstünə 2 gəlsək, 5 cavab A variantı olacaq. Funksiya qrafiklər dərsindən bir sual. Deyir ki, ifadənin ən böyük qiymətini tapın, yəni təpə nöqtəsinin enini soruşur bizdən. Funksiyanı belə yazsaq, 2x kvadratı çıx 8x, mənfi 2x kvadratı çıx 8x topla 8 kimi yazsaq, enin düsturu ilə bir dəfəlik gedə bilərik. Enin düsturu nə idi? 4ac çıxılsın b kvadratı böl 4a. 4a mənfi 2 vur c 8 çıxılsın b kvadratı 64 böl 4a. 4 vurulsun mənfi 2. Bunu da rahat hesablayaq. Mənfi 32 mənfi 64 çıx 64 bölünsün mənfi 8. Nəticədə mənfi 128-i mənfi 8-ə bölməli olacaq. Oradan da 16 çıxmalı olacaq. Cavab C variantı. Verilən A kvadrat toplansın 1 böl A kvadrat cəmini tapmaq üçün ilk verilmiş ifadəni A-ya bölmək lazımdır. O zaman A çıxılsın 3 bərabər 1 böl A kimi bir şey alarıq. Buradan da A çıxılsın 1 böl A bərabər 3 eləyər. Hər tərəf kvadratı yüksəltsək, A kvadrat çıx 2 toplansın 1 böl A kvadrat bərabər 9 alınar. Mənfi 2-ni sağ tərəfə keçirsək, cavab 11 alınmalıdır. D variantı. Keçək növbəti suala. Bu 11. Keçək növbəti suala. Tərəfin uzunluğu 16 olan kvadratın daxilinə çevrə çəkilmişdir. Tərəfin uzunluğu 16 olan kvadrat var. Bunu deyir daxilinə çevrə çəkilmişdir. Tak deyə çevrənin radiusunun 8 olduğunu gördük. Sonra deyir ki, həmin çevrənin radiusu 8 olan həmin çevrənin daxilinə düzgün altıbucaqlı çəkilmişdir. Əla. Və çevrənin də radiusu nədir? 8. Və həmin altıbucaq, demək çevrənin radiusu 8-dirsə, həmin altıbucaqlının tərəfi də 8 olur. Çünki altıbucaqlının xaricinə çevrə çəkiləndə bilirik ki, o çevrənin radiusu elə tərəfə bərabər olmalıdır. Düzgün altıbucaqlının xaricinə çəkilsə, radius tərəfə bərabər olmalıdır. Demək, radius 8-də demək, tərəf də 8-dir. Tərəf 8-dirsə, perimetr 6-ya vur, 48 B variantı edəcək. Növbəti bərabərsizlik sualı. X-in ala biləcəyi ən böyük x-in asılı qiymətinin cəmini tapırıq. Demək, hər tərəfi 5-ə vuracam. 20 kiçik bərabərdir. X toplansın 2. O da kiçikdir 35. Hər tərəfdən 2 çıxsam, 18 kiçik bərabər x kiçikdir 33. Ən kiçik qiymət 18 olar. Ala biləcəyi ən böyük natural qiymət, ən böyük və ən kiçik natural qiymətlərdən söhbət gedir. 32. Bunların da cəmi 50 olacaq. Cavab E variantı. 11-ci sualda ifadənin ən böyük qiyməti 5-dir deyir. Bilirik ki, ən böyük qiymət necə tapılır? Kök altında A kvadrat toplansın 4-ün kvadratı 16. Bu qiymət bərabərdir 5-ə. Deməli, A kvadrat bərabərdir 9-a. A da ki, müsbət və mənfi 3 ola bilər. Ala biləcəyi bu mənfi 3 ilə müsbət 3-ün də hasili mənfi 9 C variantı edər. Növbəti suala baxaq. Tənliklər sistemi sadə bir tənliklər sistemidir. X ortaq çıxardaram. X toplansın 3y mötərizədə qalar. X topla y-də 2 olduğunu bilirsənsə, X deməli 3-dür A variantı. Növbəti sual. Açıq bucağın təpəsindən bir yarım müstəviyə doğru 3 dənə şüa çəkilir. 180 dərəcədən kiçik bucaqların sayını tapmaq üçün düstur var. N vurulsun, N üstə gəl 3 bölünsün 2. İspat etmək də olar, amma düsturla sadə hesablayaq getsin hələlik. N vurulsun, N toplu 3 bölünsün 2. Yəni 3 vurulsun, 6 bölünsün 2. Cavab 9 D variantı. Keçək o bir suala 14. Hündürlüyün uzunluğu 8, açısı 3 olan silindrin həcmi. Silindrin həcmi hansı düsturla tapılırdı? Pi r kvadratı h.
Yəni pi-ni də 3 götürmüşüksə 3 vurulsun r-in kvadratı 9 vurulsun h 8. O da bərabərdir 216. Növbəti sual rəqəmləri eyni olan iki rəqəmli ədədlər çoxluğunun alt çoxluğundan sayı. Rəqəmləri eyni olan iki rəqəmli ədədlər 11, 22, 33 falan gedir 99-a kimi, yəni 9 dənədir. Bunların bütün alt çoxluqlarının sayı 2 üstündə 9 olmuş olacaq. 2 üstü 9 nə eləyir? E variantı eləyir. Keçək 16-cı suala. Bərabəryanlı trapesiyanın uzunluğu 16 olan diaqonalı. Demək, bərabəryanlı trapesiya var. Görək çəkə biləcəkmi? Çəkdik. Diaqonalının uzunluğu 16-dır. Bu biri diaqonalının da uzunluğu 16 olacaq. Deyək ki, diaqonal oturacaqla 15 dərəcə əmələ gətirir. Demək, o biri diaqonal da oturacaqla 15 dərəcə əmələ gətirsin. Balaca 15 dərəcə yazdıq. Onda diaqonallar arasındakı bucaq 150 dərəcə və ya 30 dərəcə olur. Mən əsas balaca bucağı necə alacağım? Bu trapesiyanın sahəsi də necə tapılar? Belə bir düsturla tapıla bilər. 2/1 D1, D2, sinus alfa. Yəni ki, bu düsturu nəzərə alsaq, 2/1 vurulsun, 16 vurulsun, 16, sinus 30 da 2/1-dir. Cavab da 64 A variantı edir. 17-ci sual maraqlı bir sualdır. Tənliyin köklərin sayı istənilir. Demək, sol mötərizəyə baxsaq, 3 üstü x toplansın x çıxılsın 5 bərabər 0. Bu tənliyi araşdırsaq, bax, burada diqqət yetirin, köklərin sayını axtarırıq. Yəni, kökləri tapmaq ehtiyac deyil. Demək, 3 üstü x bərabər 5 çıxılsın x kimi ifadə edək. 3 üstü x bərabər 5 çıxılsın x kimi ifadə etsək, burada bu ifadəni, bu tənliyi 2 dənə qrafik çəkərəm. Demək, belə bir şey. Demək, 3 üstü x-in qrafikini çəkərəm. 3 üstü x-in qrafiki bilir ki, belə bir şeydir. 3 üstü x-in qrafiki bu şəkildə bir şeydir. 5 çıx x-in qrafiki isə mənfi x-in qrafiki buydu. Koordinat başlanğıcından keçirdi. Biraz şəkli bilsəydik. 5 çıx x olduğunda da demək, bu nöqtə 1 nöqtəsidir. Mənfi x qrafiki 5 dənə də yuxarı qalxmış olsun. Lap 5-dən keçsin bu şəkildə. Yəni, buralar 5 olmaqla belə keçsin. Və bu iki qrafik diqqətlə baxsaq, bir nöqtədə kəsişir. Yəni ki, mötərizəyə qədər bir dənə kök var. Neçə olduğunu bilmirik, amma bir kök buradan çıxır. Onu vurduq yaddaşa. Getdik digər tərəfə. İndi digər mötərizəni sıfıra bərabər eləsək, ilk öncə çox sadə bir şey görürəm ki, x ortaq vuruq çıxa bilir. X ortaq vuruq çıxsa, 4x üstü 5 toplansın 4x kubu, toplansın 3x, toplansın 1 kimi bir ifadədə qalır mötərizənin içində. Buradan x bərabər 0 ola bilir. Bir kökdə bu. Qalan mötərizəyə baxsam, indi qalan mötərizəni vuruqlara ayırıb kökünü tapmaqdansa, daha sadə bir üsul var. Yəni, bizə onun kökü lazımdır, düzdürmü? Yəni, bax, məsələn, bu qrafikin x oxunu kəsdiyi yerlərin sayı lazımdır da bizə. O zaman nə edirik? Bunun bir törəməsini tapırıq. İndi əlaqəni başa düşəcəyik. Bunun törəməsinə baxırıq ki, bunun törəməsi 20x üstü 4 toplansın 12x kvadratı toplansın 3-dür. Və diqqətlə baxsaq, mənfi ola bilməyən bir ifadə, mənfi ola bilməyən bir ifadə və topla 3. Deməli, bu ifadənin cavabı həmişə müsbətdir. Bu ifadənin cavabı həmişə müsbətdirsə, demək, bax, bu hissə, yəni bu mötərizənin içindəki funksiya necə funksiyadır? Artan funksiyadır. Yəni, artan funksiyadırsa, yəni həmişə artan funksiyadırsa, o funksiya x oxunu mütləq ki, bir dəfə kəsəcək. Çünki azalıb dönüb ikinci dəfə kəsə bilməyəcək. Çünki bu artır. X oxunu bir dəfə kəsəcəksə, demək, bir dənə də kök buradan var. Yəni, buradan da bir kök olmuş olacaq. Demək, bir kök bu mötərizənin içindən çıxdı. Bir kök 0 idi. Bir kök də ilk mötərizənin içindən çıxmışdı. Cəmi 3 dənə kökü olmuş olacaq. Cavab D variantı. Sadə bir sual. K bərabər 5 amsallı homotetiyada A nöqtəsi hansı nöqtəyə çevrilər? Deməli, bir O nöqtəsini qeyd edirik. O nöqtəsi 2, 8. Bu O nöqtəsinə nəzərən A nöqtəsi
bir yerlərə gəlib çıxacaq. A nöqtəsi də tutaq ki, olsun burada. A nöqtəsinin koordinatları neymiş? 7, 12. 7, 12 yazaq. Demək, bir B nöqtəsi var. Uzaqda bir B nöqtəsi var. A nöqtəsi ora köç eləyəcək. O nöqtəyə də X, Y deyəcəm. Buradakı məntiq budur ki, K bərabər 5 əmsallı homotetia ilə gedirsə, əvvəllər O-dan A-ya qədər olan məsafə nə idisə, ora bir simvolik M deyək, o məsafə artıq 5 dəfə bölmüş olmalıdır. 5 qatı olmalıdır. İndi mən bunu X-ə görə fikirləşsəm, ancaq X əmsallarına bax, X-in daha doğrusu qiymətlərinə baxaq. Bax, altlarına bir xətt çəkirəm. Demək, X çıx 2 məsafəsi, bax, X çıx 2, ən başdakı məsafəni. X çıx 2 məsafəsi ilk məsafə olan 7 çıx 2 məsafəsindən, məsafə kimi deyirəm, amma koordinat kimi başa düşək buna. Yəni, məsafə 5 dəfə böldüyü üçün koordinatlar da buna uyğun nisbətdə böyüyür. İndi, ən son nöqtə X çıx ən əvvəlki nöqtə 2, 7 çıx 2-dən 5 dəfə böyük olmalıdır. Demək, nəymiş? X çıx 2, 7 çıx 2-dən 5 dəfə böyük olmalıdır. Buradan X nəyə bərabər olur? 25, 27-yə. 27 görən kimi artıq görürük C olacaq. Amma Y üçündə bunu dəyərləndirə bilərik. Y çıx 8, ən son nöqtə, bax, Y-lərə fikir verin. Y çıx 8, 5 vurulsun 12 çıx 8. Bax, belə bir sadə taktiklə hesablamaq olur bunu. Demək, Y çıx 8, 12 çıx 8-dən 5 dəfə böyük olmalıdır. 28. Bəli, X, Y 28 olacaq. Cavab C variantı. Keçək 19-cu suala. 19-cu sualda vektorlar verilib. Skaler hasil. Skaler hasil 13-ə bərabər olsun. Demək, skaler hasilə baxıram. Skaler hasil belə hesablanır. X, X-ə vur, topla Y, Y-ə vur. X, X-ə vur, 3-ü 4-ə vur, 12. Topla, kosinusla sinusa vur. Sinus X, kosinus X bərabər olsun 13-ə yazdıq. Demək, buradan da belə bir şey alırıq ki, sinus X, kosinus X bərabərdir 1. Sonra da trigonometrik tənliyi ala bilmək üçün, sadə trigonometrik tənliyi ala bilmək üçün hər tərəfi 2-yə vuraram. Hər tərəfi 2-yə vursam, 2 sinus X, kosinus X eləyər sinus 2X. O da bərabər eləyər 2. Sinusun cavabı 2 ola bilməyəcəyindən bu tənliyin həlli yoxdur. Belə bir məsələ, bir ABCD rombu verilir, bir də AYD bərabər yanlı düzbucaqlı üçbucağı verilir. BC 20, rombun tərəfi 20-dirsə, AD də bərabər 20, AE tərəfi də bərabər 20-dir. Çünki burada bir düzbucaqlı üçbucaq görürük, bərabər yanlı düzbucaq. Onu yaddaşda saxlayaq. Demək, rombun sahəsi 240-dır. 240-ı tez bölürəm 20-yə. Nə eləyəcək? 12. 12 eləyəcək. Bu hündürlük elədi 12. Onu yadda saxlayırıq. Mavi hündürlük elədi 12. Bu 20-ni biraz aşağıdan yazacağım bu şəkildə. Deməli, bu N nöqtəsi var. Bu N nöqtəsindən də bir dənə aşağı bir xətt çəkirəm. Belə bir xətt olsun, belə bir hündürlük. Niyə bunu elədim? Çünki bax, biz bunun sahəsini axtarmaq istəyirik. Bax, belə bir sahə var. Bu sahəni axtarmaq istəyirik. Və bu sahəni tapmaq üçün bizə nə lazımdır? A, N yenisi. Aha. Bizə bir hündürlük lazımdır. Bax, burada bir hündürlük var. O hündürlük lazımdır bizə. X deyim, hə, yox hündürlüyə. Ki, burada da o hündürlüyə X deyəcəm. Yəni, bax, bu hissəyə üstündə rəngləyək. Bax, bu hissəyə X deyəcəm. Bax, bunu tapsaq, olay çözülür. İndi baxıram ki, bu B-dən aşağı düşən hündürlük H olsa, AH-ı tapa bilirəm. İndi bu AB-nin də uzunluğunu bilirik. AB-nin də uzunluğu 20-dir. Çünki romb idi bu fiqur. Deməli, AB-nin uzunluğu 20-dirsə, hündürlük də 12-dirsə, hündürlükdə sahədən tapmışdım. 4 vur 3, 4 vur 5, 16. Yəni, bu AH hissəsinin uzunluğu da 16 olacaq. Bunu da yaddaşda saxladıq. AH hissəsinin uzunluğu 16. İndi bu N-dən aşağı düşən hissənin uzunluğu lazımdır bizə. İndi burada bərabər yanlı düzbucaq görürük də. Bura 45-dir, düz deyil. İndi çaşdırmayaq deyə özümüzü qırmızı rəngə getsəm. Bax, bu hissənin uzunluğu, qırmızı rəngli olan hissənin uzunluğu
20 çıx x olmalıdır da. Çünki A-dan bura bir hərf yazaq. N-dən aşağı düşən yerə M də deyə bilərəm əslində. AM x idisə, MD də 20 çıx x olmalıdır. İndi 45 dərəcə və düz bucaqlı üç bucağı görürsənsə, bu N-dən aşağı düşən xətt də 20 çıx x olmalıdır. Sırf bərabər yanlı düz bucaqlı üç bucaq olduğuna görə belə olur abi. Bunu bildik. X-dən 20 çıx x-i tapdıq. Hündürlük də 20 çıx x oldu. N-dən aşağı düşən hündürlük. AH16-nı hardan tapdım? Pifagor üçbucağı elədik. Yəni Pifagor teoremi ilə tapdıq. Və indi burada oxşarlığa baxacaq. Oxşarlığı da üçbucaqlara diqqət yetirin. Bənövşəyi qələmə diqqət yetirin. Bax, bu üçbucaq ilə bu içəridəki üçbucağın oxşarlığı. O oxşarlığa da əsasən bir düstur qururuq. Düstur nədir? X-in 16-ya bölünməsi, biz balaca yazaq. X-in 16-ya bölünməsi bərabər olur 20 çıx x-in də 12-yə bölünməsinə. Çarpaz vursaq 12x bərabərdir 16-nı 20-yə vur. 320 çıxılsın 16x. Buradan da 28x bərabərdir 320. Buradan da x bərabərdir 320-ni 28-ə bölsək, kəsr halında yazsaq 80/7 olacaq. 4-ə ixtisar aparandan sonra. X bərabər 80/7 olur. İndi həmin bu üçbucağın da sahəsini tapmaq istəyirsə, bu x bərabər 80/7 oldu. Üçbucağın sahəsini tapmaq üçün hasil yarı bölməliyik. 80/7-ni 20-yə vursaq 1600/7, yarı bölsək 800/7 olacaq. Cavab E variantı. 21-ci sualda deyir ki, çox hədlinin dərəcəsi 2, əmsalları cəmi isə 8-dir. Əgər dərəcə 2-dirsə, demək x üstü 4-ün əmsalı gərək 0 olsun. X üstü 4 olmamalı olduğu üçün əmsal 0 olmalıdır. A çıx B çıx 2 0 olsa, demək A çıx B bərabərdir 2. Bunu bir çərçivə alaq, yaddaşda saxlayaq. Sonra deyir, əmsallar cəmi 8-dir. Demək, əmsallar cəmi, artıq bu A çıx B çıx 2 0 olduğundan qalan əmsallara baxıram. A topla B, topla A, topla B. Yəni, digər əmsallara baxdım, altından xətt çəkim. Bunların cəmi isə 8 olmalıdır. Buradan sadələşdirmə aparsaq, A topla B də bərabər 4 olacaq. Və bunları alt-alta sistem kimi nəzərə alaraq hesablasam, 2A bərabər 6-dan A bərabər 3, B də bərabər 1 olmalıdır. AB hasili də 3 vurulsun 1 bərabər 3. Yəni D variantı. Cavab D. 22-ci sualda belə bir kök seçmə var. Demək, sinus pi kosinus x bərabər 1 tənliyini həll edirik, kök seçirik. Demək, sinus pi kosinus x bərabərdir 1. Baxırıq ki, sinus 1-i hansı bucaqlarda ala bilir? Bilirik ki, sinus x oxudu. 1-i ancaq yuxarı tərəfdə, yəni 90-da alar. 0-ı sağda solda, yəni 0 və 180-də. Mənfi 1, 270-də alır. Yəni 1 aldığı nöqtələr buradır. Yəni ki, pi kosinus x bərabərdir pi böl 2 toplansın 2 pi n olmalıdır. Buradan da kosinus x bərabərdir. Hər tərəf piyə bölək. 2-də 1 toplansın 2n olur. 2-də 1 toplansın 2n. Və buradan da n-in natural qiymət aldığını, natural yox, tam qiymət aldığını bilərək, n-ə qiymətlər verərək kosinusun ala biləcəyi qiymətləri tapmaq lazımdır. Yəni, n-ə məsəl üçün mənfi 1 verəndə kosinusun qiymətlər çoxluğuna olmayan bir qiymət alınır. Ona görə mənfi 1 verə bilmirik. N-ə 0 versək, kosinus x bərabər 2-də 1 alınır ki, bu tənliyi çözə bilərik. N-ə 1 versək, yenə 2,5 kosinusun ala bilməyəcəyi bir qiymətə gəlib çıxırıq. Ona görə kosinus x bərabərdir 2-də 1-i çözmək lazımdır. Kosinus x də 2-də 1 olanda x bərabərdir arq kosinus, müsbət mənfi arq kosinus 2-də 1, yəni müsbət və mənfi pi böl 3 toplansın 2 pi n olmuş olur kök. Və onu koordinat sistemində qeyd etsək, bucaqlı koordinat sistemində qeyd etsək, pi böl 3 bir bura uyğun gəlir, bu nöqtəyə. Bir də bu nöqtəyə uyğun gəlir. Yəni pi böl 3 də mənfi pi böl 3. Müsbət pi böl 3 yuxarı oxdur, mənfi pi böl 3 4-cü rübdəki aşağıdakı oxdur. İndi mənfi pi böl 2 2 pi aralığındakı köklərin sayına baxmalıyıq. Mənfi pi böl 2-dən mənfi pi böl 2-dən yola çıxsaq, mənfi pi böl 2 bu aşağıda. Gəlirik bura 0. 0-dan hərəkətə davam edirik. Gəlirik
bir dövrə vurmuş oluruq başladığımız yerdən. Bunu təzədən çəkim. Demək, mənfi pi bölgüsündən gəlirəm, keçirəm 180, 270 və 2 pi də olayı bitiririk. 2 pi yəni 360. Burada bitiririk və bu həllər çoxluğunu, yəni bu kosinus üçün qeyd etdiyimiz bu xətləri bu dövr boyunca neçə dəfə kəsmişik? Bu sualın cavabını tapmalıyıq. Neçə dəfə kəsmişik? 1, 2, yəni 1, 2 və 3 dəfə kəsmişik. Bax, 3 dəfə biraz böyük dairələrlə göstərim. Bu yol boyunca bu oxu 3 dəfə kəsmişik. Deməli, o zaman bunu da silək. Bu zaman 3 dənə kök var. Yəni cavab A variantı. A və B natural ədədləri üçün əbobu verib. Əbob 4-dür. Əbob 4-dürsə, deməli A və B ədədləri 4x və 4y şəklindədir. X, y qarşılığı sadə olsun deyirəm. Bunların cəmi 60-dır. Yəni 4x ilə 4y-in cəmi 60-dır. O zaman x topla y-də bərabər 15 etmiş olar. AB A-sının ən böyük natural qiymətinə hesablayın. Bunun ən böyük natural qiymətinə baxmaq lazımdır. Ən böyük. Və biz də bilirik ki, AB hasili ən böyük olsun deyə bu x-lə y-i bir-birinə çox yaxın eləmək lazımdır. Ən kiçik olsun deyə isə çox uzaq eləmək. O zaman x-lə y-i bir-birinə çox yaxın eləsək ən böyük qiymət almaq üçün 7 və 8 etmiş olarıq. X, y 7, 8 olsun. X, y 7, 8 olanda, yəni A bərabər 4 vur 7 olar. B bərabər 4 vur 8 olar. Bunları niyə bu şəkildə yazdım? Vuruqlara ayrılmış olsunlar deyə. Çünki birazdan natural bölünənlərin sayını istəyəcək. O zaman 4 vur 7-ni 2 üstü 2 vur 7. 4 vur 8-i də 2 üstündə 3, 2, 5. 2 üstündə 5 kimi göstərirəm. Bu hasili, AB hasilini 2 üstü 7 vurulsun 7 kimi göstərirəm. Qüvvətləri bir vahid artırıb 8, bu da qüvvət 1-dir. Vurulsun 2. Bərabər 16 şəklində göstərib cavaba D variantı deyirəm. D variantı C. Cavaba C variantı 16 deyirəm. Cavab 16. C. Sadə bir sual komplekslərdən qoşmasını tapmaq lazımdır. Birinci i üstü 207-ni hesablayaq. i üstü 207. Demək 207 4-ə bölünəndə qalıq 3 qalır. Demək 207 4-ə bölünəndə qalıq 3 qalırsa, demək i üstü 207 elə i üstü 3 deməkdir. i üstü 3 də mənfi i demək olur. Yəni ki 5 üstə gəl. Yəni i üstü 207-nin yerinə mənfi i yazsaq 5 çıxılsın 3i olur bu ədəd. Və bunun qoşması 5 üstə gəl 3i hardadır? Cavab E variantı. Sadə bir silsilə cəmi görürük. B1 bərabərdir 3/1 və Q də bərabər 3/1-dir. Silsilə cəmini hesablamaq üçün B1 bölünsün 1 çıx Q üstündən istifadə etsək, 3/1 bölünsün 1 çıxılsın 3/1, yəni ki 3/1 bölünsün 3/2. Cavab 2/1 B variantı. Növbəti sualda bir ədəd silsilə verilib. Deməli, burada A7, A8, A10 cəminin 0 olduğunu deyir. Bunları sadələşdirsək, A7-ni A1 topla 6D, A8-i A1 topla 7D, A10-u A1 topla 9D olaraq yazsaq, 3A1 toplansın 22D alınar, bərabərdə 0. Bunu bir kənarda saxlayaq. Sonra işimizi yarayacaq. İndi ilk 16 həddin cəmi, yəni S16. S16 müəyyən bir həddə bərabərdir. A-yenə bərabərdir. S16-nın düsturunu yazıram. 2 dənə A1 toplansın 15D böl 2 vur 16 bərabərdə A-yenə. A1 üstə gəlsin D vurulsun N çıx 1-ə. Bunu maksimum sadələşdirək. Bura 8 yazaq. 2 A1 toplam 5-dən 8-ə vursaq 16 A1 toplansın 120D bərabərdir. A1 toplansın DN çıxılsın D. Sağdakı A1 və D-ni sola aparsaq 15 dənə A1 toplansın 121 dənə D bərabər DN eləyir. Burada dayanaq. İndi sol tərəfdəki ifadədən A1-i mənfi 3/22D kimi tapa bilirik. Yoxlayaq, mənfi 3/22-dir. Sağ tərəfdə bunu əvəzləyək.
Yəni sağ tərəfdə A1-in yerinə -3-22D yazaq. Yəni 15 vurulsun -3-22D üstə gəlsin 121D bərabərdir DN-ə. 15 ilə 3-ü ixtisar aparsam -110D eləmiş olur. Toplansın 121D bərabərdir DN-ə. D-ləri sil. -110 toplansın 121 bərabərdir N-ə. Buradan da N bərabər alınır 11. Yəni cavab D variantı. Loqaritmik tənlik. Bu tənlikdə hər tərəfi loqaritmləməliyik. Yəni hər tərəfə bir dənə LC yazsaq, hər tərəfdə ifadənin qabağına bir LC yazsaq və LC x qüvvət olaraq önə keçsə, LC x-in kvadratı bərabər LC 10.000, yəni 5 eləmiş olacaq. 5 yox, 4. 4 dənə 0 var orada. LC x-in kvadratı bərabər 4 eləmiş olacaq. LC x kvadratın LC x vur LC x-in kvadratı. Və buradan da LC x -2 də ola bilər. LC x 2 də ola bilər. LC x -2 olsa x bərabər 10 üstü -2, yəni 100-də 1. LC x 2 olsa x bərabər 10 üstü 2, yəni 100 ola bilər. 100-də 1 və 100. 100-də 1 ilə 100, yəni A variantı olacaq 27-ci sualda cavab. Cavab A. 28-ci sualda isə bilirik ki, simmetrik aralıqda cüt funksiyalar üçün mənfi A-dan müsbət A-ya qədər fx dx bərabər olur 2 vurulsun yarım interval, yəni 0-dan A-ya qədər olan fx dx. Deməli, mənfi A-dan müsbət A-ya qədər fx 0-dan A-ya qədər olan fx dx-in 2 mislinə bərabər olur. Eyni ifadəni burada nəzərə alsaq, yəni -5-dən müsbət 5-ə qədər fx dx bərabər olmalıdır. 2 vurulsun 0-dan 5-ə qədər. Ya da belə deyək, yarım interval -5-dən 0-a qədər olan yarım intervalı götürək. Buradan da 16 bərabərdir 2 vurulsun həmin bu ifadə ki, təzədən yazmayaq, ya da yazaq. -5 0 fx dx. Deməli, -5-dən 0-a qədər fx dx bərabər olur 8-ə. Amma suala diqqətlə baxsaq, -5-dən 0-a yox, 0-dan -5-ə qədər fx dx soruşur. Ona görə də cavab -8, yəni C variantı eləyir. 29-cu sualda limit tapmaq lazımdır. Deməli, burada həm görkəmli limitdən, həm adi limitdən istifadə edəcəyik. Yəni, limit x sonsuzluğa gedəndə x olsun. Deməli, bax, bu bir kəsir xətti çəkirəm. Bu sinus 1/x var, ha. Bunun məxrəcinə bir dənə 1/x yazırıq. Əslində, elə bu x-i çevirib məxrəcə apardıq kimi düşünə bilərik. Burada bir x var idi. Demək, bu yazdığımız 1/x-in əvəzində bu məxrəcə bir dənə x yazmalıyıq. Ki, onlar getmiş olacaq 1-ə. 1 vurulsun həmin ifadə olacaq. Və diqqətlə bu ifadənin davamına baxsaq, limit belə bir şey almış oluruq. Sinus 1/x bölünsün 1/x. Və x sonsuzluğa gedəndə 1/x ifadəsi də bilir ki, 0-a doğru gedir. Onda bu limitin altına da 1/x 0-a doğru getsin yazırıq. Və nəticədə birinci görkəmli limit alınmış olur. 1/x 0-a gedəndə sinus 1/x böl 1/x. O da nəticədə bizə 1-i vermiş olur. Yəni cavab E variantı. Növbəti sualda Asif və Kərimin olduğu sinifdə 10 dənə tələbə var. Asif və Kərim daxil cəmi 10 tələbə var. Sərgiyə getmək üçün 3 tələbə seçilir. Demək, sərgiyə getmək üçün 3 tələbə seçilirsə, ümumi seçimlərin sayı, biraz balaca yazaq, kombinezon 10 nəfərdən 3. Yəni, kombinezon 13. Və əlverişli hallara baxaq. Əlverişli hal Asif və Kərimin hər ikisinin seçilmiş olmasıdır. Yəni ki, məsəl üçün, 3 nəfər seçilməlidirsə, sağa 3 nəfər yazaq. Asif və Kərim tutaq ki, seçilib. Asiflə Kərim seçilibsə, demək, üçüncü bir adam seçilməlidir. Demək, təkrar edirəm. Ümumi hallar kombinezon 10-dan 3-dür. Əlverişli hallar isə Asiflə Kərimin artıq seçilmiş olduğu haldır. Asiflə Kərim artıq seçilib, bir yeri boş qalmış olur.
Yəni bunlara bir yoldaş tapmaq lazımdır, bir nəfər. Bəs o bir nəfəri hardan seçmiş oluruq? Asiflə Kərim artıq seçilibsə, sinifdə qalan 8 nəfər var. O 8 nəfərin içindən həmin bir nəfəri tapmaq lazımdır. Burada hesablama aparsaq, 10 faktorial bölünsün 7 faktorial vur 3 faktorial surətdə 8 yazarıq. Aşağıda nə qalmış olar? 8 vur 9 vur 10 qalmış olar. Bölünsün 6 faktorial 3 faktorial 6-ya. 8-lər ixtisar getsə cavab olar 90-da 6. Yəni 15-də 1 B variantı. Belə bir kvadrat tənlik verilib və deyir ki, tənliyin kökləri 2 fərqli natural ədəddir. Tamam. Q parametrinin ən böyük qiymətini tapaq. Demək, köklər cəmi 24-dürsə, yəni x1 toplansın x2 bərabər 24-dür. Və Q parametri dediyimiz şey, yəni Q, köklərin hasilinə bərabərdir və onun ən böyük qiymətini axtarırıq və köklər də natural ədədlərdir. Qiymətin maksimum böyük olması üçün, bayaq da bir məsələ də var idi, köklərin hasilin maksimum böyük olması üçün gərək cəmdəki toplamlar bir-birinə çox yaxın olsun. Yəni ən böyük hal normalda 12 və 12 halıdır. Yəni 12-ni 12-yə vuranda 144 alınmalı olan haldır əslində. Amma burada bir kiçik bir detay, iki fərqli natural ədəddir. Onda bunları 12-12 eləyə bilməyəcəyimizə görə 11 ilə 13 eləməliyik. 11 ilə 13 olsa da 11-i 13-ə vuranda da 143 eləyir. Yəni ki, ən böyük qiyməti, Q-nin böyük qiyməti 143 olacaq. Keçirik o bir suala. Buradan P2-ni tapmaq üçün sağdakı ifadəni x-2-yə çubuqlu da bölə bilərik. Sağdakı ifadəni vuruqlara ayırmağa da çalışa bilərik. Məsələn, vuruqlara ayırmağa çalışsaq, o daha maraqlı üsuldur deyə onu birinci yazacağam. Məsələn, bu x kubu, bax x-2 vuruğu dəqiq var da bilirik ki, x-2 vuruğu bunun içində olmalıdır. Onda ben bu x kubundan sonra bir çıx 8 yazıram. O 8-i mənfi 12-nin içindən aldım elə bil ki. Toplansın 2x çıxılsın 4 yazırıq. X kubu çıx 8-i də x çıx 2 vurulsun x kvadrat toplansın 2x toplansın 4 şəklində vuruqlara ayırıram. Toplansın 2 vurulsun x çıx 2 yazıram. Və nəticədə x çıx 2 vurulsun x kvadrat topla 2x topla 6 şəklində ifadə almış oluram. Vuruqlara ayrılmış olurum. Və burada Px'in bu olduğunu bildik. Px'in bu ifadə olduğunu bildik və bizdən P2-ni soruşursa, o zaman P2 də 4 üstəgəl 4 üstəgəl 6-ya bərabər olmuş olur. Yəni 14-ə. D variantına. İkinci bir üsul isə bu ifadəni çubuqlu bölə bilərəm. Çubuqlu. Çubuqlu bölmə deyirlər də buna. X kubu toplansın 2x çıxılsın 12-ni bölürük x çıxılsın 2-yə. X kubunu x-ə böləndə x kvadrat alınır. X kvadratı x çıx 2-yə vuranda x kubu çıxılsın 2x kvadratı alırıq. Bunları alt-alta çıxanda 2x-dən 2x kvadratı hesablana biləcək deyil. Çünki x ayrı, x kvadratı ayrıdır. Ona görə diqqətlə baxaq. Bu hissəni hesablayacağım əslində. Bu hissəni hesablayacağım. X kubları gedər. Mənfi-mənfiyə müsbət olar 2x kvadratına. 2x kvadratını biraz solda yazıram ki, buradakı ifadənin sürüşməsi hiss olunmasın. Çünki burada bir x kvadrat əmsal olmadı və o yoxdur hazırda bu ifadədə. 2x kvadrat. Yuxarıdan bir dənə hədd gətirirəm aşağı. Topla 2x aşağı gətirirəm. Artıq qaydasına düşdü hər şey. 2x kvadratını x-ə böləndə 2x alınır. 2x-i x çıx 2-yə vursaq 2x kvadratı çıx 8 yox 4x. Bunları alt-alta yenə çıxsaq 6x alırıq. Yuxarıdan çıx 12-ni gətir aşağı. 6x x-ə bölünəndə 6 eləyir. 6-nı x çıx 2-yə vursam 6x çıxılsın 12 eləyir. Bunlar çıxılanda 0 eləyir. Yenə cavab x kvadrat topla 2x topla 6 olur. Yəni px bu ifadə olmuş olur. Yenə də x-in yerinə 2 yazsaq 4 topla 4 topla 6 cavab bir daha 14 olmuş olur. Yəni D variantı. Növbəti şəkildə bir konus şəkilli qab verilib. Qab hündürlüyün uzunluğu da 12-dir. Bu hündürlüyün uzunluğunu 12 qəbul edirik. Olsun 12.
Sonra deyir ki, bu qabı bərabər tərəfli üçbucaqdır. Onu da yaddan çıxartmayaq. Bərabər tərəfli üçbucaqdırsa, üçbucağın tərəfi bərabər tərəfli üçbucağın düz sorularla tapıla bilər. Bərabər tərəfli üçbucaqda bilirik ki, a kökdə 3 böl 2 hündürlüyü verir 12-ni. A kökdə 3 bərabər 24-dürsə, üçbucağın tərəfi də 8 kökdə 3 olmalıdır. Onda radius da 4 kökdə 3 olmalıdır. 4 kökdə 3. Ya da elə bir dəfəlik düzbucaqlı üçbucaqdan da çözmək olardı məsələni. Kökdə 3-ə bölüb bir dəfəlik radiusu 4 kökdə 3 ala bilərdik. İndi şəkil tərs çevriləndən sonra bu suyun hündürlüyü olsun x ya da h, x deyək. Suyun hündürlüyünə x deyək. İndi hündürlüyün 12 olmasını nəzərə almayaq. Yəni 12-də də hündürlük. Onu 6 bölək. Amma əslində məsələ həcmlərlə gedəcək. Çünki qabı tərs çevirdikdə suyun həcmi ilə boşluğun həcmi dəyişməmiş olur. İndi biz bilirik ki, bu hündürlüyün bax bu tərəfi, yəni bax bu tərəf 6-dır. Bu tərəf də 12-dir. İki dənə oxşar fəza fiquru var, alınır burada. Yəni boşluqdan bir konus alınır, boş və dolu hissədən də başqa bir konus alınır. İndi bu boş hissənin həcmi V1 olsun, ümumi həcm də V2 olmuş olsun. Oxşarlığa əsasən bilirik ki, V1-i V2-yə böldükdə 6 böl 12-nin kubu alınmalıdır. Yəni 8də 1 alınmalıdır. Yəni buradan belə bir nəticəyə gəlirəm ki, boş hissənin V-si məsəl üçün 1 olsa, K deyək bura. Onda su hissəsinin həcmi, yəni onu da V su adlandıraq. O da 8x, yəni 7x olmalıdır. Ümumi 8x-dir. V2 ümumi hissə idi. Ümumi boşla suyun həcmlərinin cəmi. X deməyək, K deyək. Demək, V boş K olsa, V su 7K olmalıdır. İndi bu şəkil tərs çevriləndən sonraki söhbətə baxaq. Şəkil tərs çevriləndən sonraki tənliyi quraq. Demək, tərs çevriləndə artıq dolu hissə yuxarıda olmuş oldu. Yəni artıq biz x-i bütün hündürlüyə böləndə, yəni x-i 12-yə böləndə bu dəfə V suyu bütün həcmə bölmək lazımdır. Bütün həcmdə V2 götürmüşdük bayaq. İndi bütün həcmi az öncə nə adlandırdım? Yəni 8K adlandırdıq. 7K ilə K-nın cəmi. V su nə qədər oldu? 7K. İndi həcmləri bir-birinə böləndə nisbətlərin kubunu tapırdıq. Deməli nə oldu burada? X bölünsün 12 bərabər olmalıdır. K-lar ixtisar gedir. Kök altda 3 dərəcədən 7 bölünsün 8-in üst dərəcədən kökü. 8-in üst dərəcədən kökü də 2 eləyir. 12 ilə də 2-ni ixtisar aparsaq 6 eləsə, x bərabər 6 kök altda 3 dərəcədən 7 olmalıdır. Yəni cavab C variantı. Müstəvi üzərində 9 düz xətt ən çox neçə nöqtədə kəsişə bilər? Əgər bütün düz xəttlər hamısı bir-birindən kəsişmiş olsa, yəni paralel düz xəttlər olmasa, bilir ki, hər 2 dənə düz xətt bir nöqtədə kəsişmiş olur. Onda bu hər 2 düz xətti, yəni məsələn bu düz xəttləri A, B, C, D-yə 9 dənə hərf deyək, 9 dənə dəyişənlə adlandıraq, dəyişən yox, hərflə adlandırırıq. Demək, bu 9 dənə düz xəttdən hər ikisinin adını bir çəksəm, yəni kəsişmə nöqtələrini, onların adlarını ikisini yanaşı qoymaqla adlandırsam, yəni məsələn A düz xəttindən B düz xəttin kəsişməsi, AB. Sonra B düz xəttindən C düz xəttin kəsişməsi, AC, BC. A düz xəttindən D düz xəttin kəsişməsi, AD və s. bu şəkildə. Onda kombinezon 9 dənə şeydən, 9 dənə düz xətdən ikisini seçməli oluram. Çünki hər iki düz xətt bir nöqtədə kəsişmiş olur. Və kombinezon 9-dan 2, o da 36 eləyir. B variantıdır. Növbəti sualda şəkildə görülür ki, bir kvadrat var. Və burada FC-yə bu bucaq alfa, bu bucaq da alfa olur. BF 7-dir. Bura 7. CY 15 olarsa
D parçasının uzunluğu soruşulur. Topluluqda bunun isbatı da var. Yəni isbat sual olaraq da soruşulur. Əgər onu hazır biliriksə, qısaca qaydanı bilirsə yazmalıyıq ki, 15 bərabərdir 7 üstəgəl x, x-i 8 tapmalıyıq. Yəni sağların bu ikisinin cəmi tənbələnin uzunluğu qədər olmalıdır. Amma bunu oxşarlıqla da tapmaq olar. İsbat kimi yazmayaq da uzun çəkməsin. Məsələn, belə bir üsulu var. İki üsuldan birini yazaq. Bu üçbucağı burada da qururuq. Bax, bu üçbucağı hansı üçbucaq? Bax, bu işlədiyim üçbucağı sol tərəfdə qururam. Yəni, oraya yazıram alfa. Burada 15 olmuş olur. Sən bu bucaqda bir beta olsa, bura baxanda bilirəm ki, 2 dənə alfa ilə bir dənə betanın cəmi 90 dərəcəni verir. İndi bu düz bucaqlı üç bucağa baxsam, burada x yazaq, qarşıda x yazaq. Bu düz bucağa baxsam, bir bucaq alfa varsa 90'ı tamamlamaq üçün bir dənə alfa ilə bir dənə beta yoxdur. Burada bir alfa topla beta yazıram. Diqqətlə baxsaq bu üç bucağa. Hansı üç bucaq? Bu üç bucağa, bənövşəyi rəngə diqqət edək. Bu üç bucağa baxsaq, bu üç bucaq bərabər yanlı bir üç bucaq olmuş olur. Çünki burada alfa topla beta, burada alfa topla beta. Ona görə CF-nin uzunluğu eyni olur deməliydik. Yəni 15 bura olmalıydı əslində. X üstəgəl 7 bərabər 15 olmalıydı. Amma burada baxırıq ki, C-yi yazıblar. Yəni bu CF yazılmalıydı. Bu sualda bir problem var. Yəqin ki, ulduzlu sual olaraq gələcək bu. Ya da düzəldilib CF desək buna. CF-in uzunluğu 15'dir desək, onda cavab 8 olur. Belə, keçək növbəti suala. Növbəti sualda bir yarım çevrə görürük. 2 dənə perpendikulyarlar ölçülər verilib, şəkildə hamısı göstərilib. BC parçasının uzunluğu soruşulur. Burada bir radius çəksək, yəni O nöqtəsindən N nöqtəsinə bir radius çəkək, O'dan M nöqtəsinə də bir radius çəkək. OC nöqtəsinə bir x desək, radiusun x topla 4 olduğunu gördük. Onda burada x topla 4 olmuş olacaq. Demək, x-in kvadratı toplansın 8-in kvadratı bərabərdir. X topla 4-ün mötərizə kvadratı olarsa, görəcəyik ki, qısaca həll edək. X bərabər 6 olur. Ki, bunu 6, 8, 10 üçbucağı kimi də görə bilərik. Əgər pratik şəkildə yadımızda qalıbsa. X bərabər olur 6. X 6-dırsa, radius da 10 olmuş olur. Radiusa yazırıq 10. Burada da radius 10 olarsa, yəni OM 10 olarsa, BO hissəsinin uzunluğu da 8 olur. Bura 8, x necə tapmışdıq? 6. 8 ilə 6-nı toplayırsan, cavab 14, D variantı. Növbəti sualda yenə bir yarım çevrə görürük. S1, S2 hissələrinin, verilən sahələrdir. S1, S2 hissələrinin 5'ə 1 nisbətdə olduğunu görürük. Və DAB 15 dərəcə. DAB 15 dərəcədirsə, DS qövsünə 30 dərəcə deyə bilirikmi? Bəli. Onda AD qövsü də 150 dərəcə olurmu? Bəli, olur. Çevrənin buralarda bir mərkəzi nöqtəsi var. AB böl BC nisbətini axtaracaq. Aha. Demək, biz çevrənin mərkəzini bu şəkildə birləşdirsək. Çevrənin mərkəzini D nöqtəsi ilə bu şəkildə birləşdirək. İndi S1 sahəsi S2 sahəsindən 5 dəfə böyükdür. Bunu belə də yaza bilərik. S2-yə sadəcə S deyək. S1 hissəsinə də 5S deyək. S toplansın 5S olsun. Sonra bu mərkəzi birləşdirdiyimiz hissələrdə də sağda solda alınan üçbucaqları o sahələri A və B sahəsi kimi ayıraq. Bura A deyək ya da bir X deyək. Məsələn, bu sahəyə bir X deyək. Bu sahəyə də bir Y deyək. İndi biz bilirik ki, çevrədə, dairədə radiusun ayırdığı qövslər hansı nisbətdədirsə, sahələr də həmin nisbətdə ayrılmalıdır, sektorların sahələri. Yəni, X üstə gəlinsin 5S-i bölsək, Y üstə gəlsin S-ə bərabər 5'ə 1 nisbət almalıyıq. 150-nin 30 nisbəti kimi.
Onda x üstə gəlinsin 5 dənə s bərabər olur 5y üstə gəlinsin 5 dənə s-ə. 5 s-ləri hər tərəfdən silsək, x bərabər 5y olmuş olacaq. X bərabər 5y-dirsə əgər, x-in də y-ə nisbəti 5 olmuş olur. İndi biz bilirik ki, üçbucaqda bir xətt çəkiləndə o xətt sahələri hansı nisbətdə ayırırsa, tərəflər də həmin nisbət, qarşıdakı tərəfi də həmin nisbətdə ayırır. X-in y-ə nisbəti 5-dirsə, onda bu mərkəzə qədər olan hissədən, mərkəzdən də B-yə qədər olan hissə 5K və K olmuş olur. Radius 5K-ya bərabər oldusa, demək o qalan BC hissəsi də K-dan sonraki 4K olmuş olur. AB böl BC nisbəti isə 6K bölünsün 4K bərabər 3 böl 2 olacaq. Yəni cavab A variantı. Növbəti sual abituriyent qəbuluna da düşmüş sualdır, 38. Deməli, sinus 4 alfa çıx beta bərabər 7 sinus betanı verir və verilən ifadəni soruşur. Demək, buradakı taktik nədir? Buradakı 7 sinus betaya baxmaq lazımdır. Elə bil ki, sinus, ilk iş, səliqəli yazaq. Sinus 4 alfa çıxılsın betadan bir dənə sinus beta çıxırıq. Bir dənə sinus beta çıxırıq və nəticədə, yəni hər tərəfdən bir sinus beta çıxırıq kimi düşünək, 6 sinus beta qalır. Və burada fərqdən, yəni cəmdən hasilə keçmək istiyoruz. Fərqdən hasilə keçirik. Fərqdən hasilə keçəndə də qarşıda yazırıq 2. Sinus ifadələri çıxırıq, yarı bölürük. Çıxıb yarı bölsək 2 alfa çıxılsın beta alınır. Kosinus topla yarı böl, yəni kosinus 2 alfa. Və nəticədə almış oluruq 6 sinus betanı. Və hər tərəfdən də 2 ilə 6-nı ixtisar aparsaq 3 qalmış olacaq. Yəni sinus 2 alfa çıx beta vur kosinus 2 alfa bərabərdir 3 sinus beta. Bunu yaddaşa yazdıq. Rəngi dəyişək. İndi ikinci iş. Sinus 4 alfa çıx betaya bir dənə sinus betanı əlavə edək. Onda da 8 sinus beta almış oluruq. Yenə cəmdən hasilə keçsək 2 sinus topla böl yarı, yəni sinus 2 alfa vur kosinus çıx yarı böl, yəni kosinus 2 alfa çıxılsın beta bərabər 8 sinus beta olur. 8-dən 2-ni ixtisar aparsaq burada 4 qalmış olacaq. İndi və bu aldığımız cavabları belə bir işarə qoyaq. Aldığımız cavabları bir-birinə bölsək, tərəf-tərəfə bölsək. Sinus 2 alfa çıx betanı kosinus 2 alfa çıx betaya böl. Nə alırsan? Tangens 2 alfa çıx beta. Vur. Kosinus 2 alfanı sinus 2 alfaya böl. Nə alırsan? Kotangens 2 alfa. Və nəticədə nə alınmış olur? 3 bölünsün 4. Yəni uzun sözün qısası cavab C variantı. Ki bu sual əvvəlki illərdə abituriyent qəbuluna da düşmüş bir sualdır. Sual tipidir. 39-cu sualda da şəkildəki üçbucaqların sayını soruşur. Baxırıq ki, bu təpədən birinci xətlərə baxmaq lazımdır. 1, 2, 3, 4, 5, 6 ya da düz saymadım. 1, 2, 3, 4, 5, 6, 7. 7 dənə xətt çıxmışdır. Bax, bu təpədən 2 t ilə 7 xətt çıxıb. Sağ təpədən, sol alt təpədən nə qədər çıxıb? 1, 2, 3, 4, 5, 6. 6 xətt də buradan çıxıb. Burada yazırıq 6 xətt. İndi biz bilirik ki, yəni şəklə diqqətlə baxsaq, hər 3 dənə xətt birləşəndə bir üçbucaq əmələ gətirir. Yəni məsələn, ixtiyari bir üçbucaq seçirəm. Məsələn, bax. 1 xətt, 2 xətt, 3 xətt. İxtiyari 3 xətt birləşəndə bir üçbucaq əmələ gətirir. Onda mən də baxıram ki, şəkildə neçə xətt var. Yuxarıdan 7 xətt sayıram. 7 topla. Bu xətt ortaq olduğu üçün ona görə 5 xətt sayacağam aşağıdan. 5 xətt də oradan. 7 topla 5. Bu şəkildə cəmi 12 dənə xətt var. Diqqətlə baxsaq, bu şəkildə cəmi 12 dənə xətt var. İndi üçbucaq, yarılan üçbucaqların sayını tapmaq üçün bu 12 xəttdən hər hansı üçünün seçilməsi hesablanmalıdır. Yəni ixtiyari 3 dənə xətt bir üçbucaq yaradacaq.
Amma belə bir şey var ki, bir təpədən çıxan xəttlər, məsələn, bir təpədən çıxan 3 xətti nəzərə alsan, o 3 xətt üçbucaq yarada bilmir. Ona görə bir təpədən çıxan 3 xəttləri nəzərə almamalıyıq. Yəni ki, kombinasyon 12-dən 3, yəni 12 dənə xəttdən rastgele 3-ünü seçirsən, buradan bu təpədəki 7 dənə xəttdən 3-ü birləşəndə bir üçbucaq yaratmayacaq. Çıx 7-dən 3 və çıx kombinezon sol altdakı 6 xəttdən 3-ü də seçilsə, yenə bir üçbucaq yaranmayacaq. Yəni 12 xəttdən, ümumi 12 xəttdən 3-ü seçilir. Təpədən çıxan 7 xəttdən 3-ü seçilsə üçbucaq yaranmır. Sol altdan çıxan 6 xəttdən də 3-ü seçilsə, yenə üçbucaq yaranmır. Kombinezon 12-dən 3 çıx 7-dən 3 və çıx kombinezon 6-dan 3 hesablananda da cavab 165 eləyəcək E variantı. Və ən son sual belə bir integral hesabı istənilir. Deməli bu integral riyazi üsulla, yəni integraldan bildiyimiz üsullarla yox, həndəsi üsulla çözülməlidir. Necə? İntegral əslində verilmiş sərhədlərlə sahəni ifadə edir. Və buradakı funksiyaya diqqətlə baxsaq, burada çox gizli bir çevrə funksiyası görmüş ola bilərik. Çevrə xətti, daha doğrusu çevrənin tənliyini görmüş olacaq. Yəni nə demək istəyirəm? Y bərabər kökün altında 21 çıxılsın 4x çıxılsın x kvadratına. Yəni bu funksiyaya diqqətlə baxsaq, hər tərəfdə kvadratı yüksəltsək. Y kvadrat bərabər 21 çıxılsın 4x çıxılsın x kvadratı olur. X kvadratla 4x'i aparsam sola, x kvadrat toplansın 4x. Çevrə tənliyi alınsın deyə bir topla 4 də yazıram. Topla y kvadrat bərabərdir 25 olur. X topla 2-nin mötərizə kvadratı toplansın y kvadrat bərabər 25 olsa, belə bir çevrə tənliyi qurulmuş oldu. Diqqətlə baxsaq, o çevrəni qeyd eləsək, koordinat sistemində qeyd eləsək, o çevrənin mərkəzi -2, 0 olmalıdır. -2, 0. Buradan bu y, bu da x. -2 nöqtəsi və 0 nöqtəsini qeyd edirəm. Yəni təpə mərkəz nöqtəsi -2, 0 olacaq. İndi baxırıq ki, burada bir sahə tapılmalıdır. Yəni amma sahə hardan hara tapılacaqdır? -2-dən 3-ə qədər. İndi bu çevrənin radiusuna bir dənə baxaq. Çevrənin radiusu nədir burada? 5. Çevrənin radiusu 5 olsa, -2-dən 5 addım sağa getsəm, demək çevrə 3 nöqtəsində bitmiş olur. Ya da dairə, çevrə 3 nöqtəsində bitmiş olur. Demək sahə -2-dən 3-ə kimi hesablanmalıdır. Baxırıq ki, burada -2-dən başlasaq, sərhəd olaraq -2-dən başlasaq və 3-də bitirsək bu sahəni. Bax, buradan belə bir yarım çevrə görmüş olacaq. Yarım çevrə yox, 4də 1 çevrə çaşdım. 4də 1 çevrə görmüş olacaq və o 4də 1 çevrənin sahəsi tapılmalıdır. İndi bu alt tərəfi, indi bu kök funksiyasıdır deyə, demək bunu funksiya olaraq göstərək. Bu kök funksiyası deyə bunun alt tərəfi yoxdur. Bunun alt tərəfi, bu hissə yoxdur qrafikdə. Yəni funksiya olaraq düşünsək, o yoxdur. Funksiya əslində buradan bura qədər getmiş olur. Bu şəkildə. Və -2-dən də başlayıb 3-də bitirmiş olsaq, 4də 1 çevrə olmuş olacaq. O 4də 1 çevrənin sahəsi pi r kvadrat, yəni pi vur 5-in kvadratı böl 4 olmuş olacaq. 25 də 4-ə bölsək 6,25 eləyir. 6,25 pi. Yəni cavab B variantı. Bununla da bütün sualların izahını bitirmiş olduq. İmtahandakı hər kəsə uğurlar.